tez-tez insanların küçələrdə mənə qəribə reaksiyalarından üzləşirdim. Yol yanından keçən insanlar mənə deyirdi ki, bu maşın heyif deyilmi, sən bu maşını sürürsən. Azərbaycan reallığında çox təəssüf ki, belə bir tendensiya var ki, sən əgər məhsulu əlində aparırsansa, maşınla aparmırsansa, çatdırmanı və yaxud da sadə bir maşınla aparırsansa, o alıcı sənə inanmayacaq və düşünəcək ki, əgər sənin böyük təsərrüfatın varsa, sən bahalı maşını sürməlisən. Yəni, bizim bu maşını sürməyimiz bizim özümüzü göstərmək və fərqli olmağımızı yox, sadəcə bəzi alıcıların istəklərinə cavab vermək baxımından. Və bu maşına biz ən maraqlı detal ondan ibarətdir ki, arını köçürərkən qoşqu qoşurduq. Onun videoları da var və arı daşıyırdıq, arı məhsulları aparırdıq ora-bura və tez-tez insanların küçələrdə mənə qəribə reaksiyalarından üzləşirdim. Yol yanından keçən insanlar mənə deyirdi ki, bu maşın heyif deyilmi, sən bu maşını sürürsən. Nə bilim, hər bir söz artıq mən biraz da bezdim. Postlarda, dəfələrlə postlarda bizi saxlayırdılar ki, bu maşın bu qoşqu ilə gedirsə, burada nəsə qəribə bir hal var. Yəni, nə üçün bahalı maşını qoşqu üçün istifadə edirsiniz? Ancaq mənə bir dənə ağsaqqal kişi gözəl bir söz dedi, onun o sözü məni ruhlandırdı. O mənə dedi ki, sən bu maşını əgər balla alıbsansa, sən nədən utanırsan?